Rusiyada əcnəbilərə sosial ödənişlərin verilməsi qaydalarına yenidən baxılması təklif olunur. Məlumata görə Rusiyada xarici vətəndaşlara sosial ödənişlərin verilməsi qaydalarının dəyişdirilməsi ilə bağlı təşəbbüs irəli sürülübdür. Parlament partiyasının nümayəndələri tərəfindən səsləndirilən təklifə əsasən miqrantların uşaq doğumu və uşağa qulluq üzrə dövlət müavinətlərini alan şəxslər siyahısından çıxarılması nəzərdə tutulur. Təşəbbüs müəlliflərinin fikrincə bu addım sosial dəstək sisteminin daha ünvanlı olmasına imkan verəcək və büdcə vəsaitlərinin ilk növbədə ölkə vətəndaşlarına, xüsusilə demoqrafik vəziyyəti mürəkkəb olan regionlarda yaşayanlara yönəldilməsini təmin edəcək. Qeyd olunur ki, hazırda bəzi xarici işçilər daha yüksək müavinətlərin verildiyi regionlarda ödənişləri rəsmiləşdirir. Bundan sonra isə ailələri ilə birlikdə ölkəni tərk edə bilirlər. Bu baxımdan mövcud qaydaların milli maraqlar və sosial xərclərin səmərəli bölgüsü nəzərə alınmaqla yenidən nəzərdən keçirilməsinin vacibliyi vurğulanır. Müvafiq təklifləri əks etdirən müraciətin baxılması üçün artıq hökumətə təqdim olunduğu da bildirilir.